Herkese salam, kanalıma hoş gelmişsiniz. Bayırda isə neyi var? Soyuqdur, yağış yağır. Mənim sərim isə bir stəkan dadlı kofe ilə başlayır. Zavtrak eləmədim çünkü mukbang çəkəcəm. Son zamanlar o kanala az video gedib. Ona görə bu günlər dalbadal çəkirəm. Dünən də çiyələyinə video çəkdim. Bugün isə bizdə kiçik kutablar olacaq. Həmişəki kimi sizdən bir xahişim var. Əgər hələ də mənim kanalıma abunə olmadan izləyirsinizsə, abunə olun. Mən isə öz tərəfdən sizə söz verirəm ki, tez-tez videolar paylaşacağam. Əgər sən abunə olsan. Çünki hal-hazırda 60% məni izləyən insanlar abunə deyil. Göyərtini də belə qəşəng doğramışam. Mukbang üçün kiçik kutablar eləyəcəm. Bizim üçün yeməyə isə biraz iriləri. Hazırlıq görməkdən əvvəl mən ümumiyyətlə kanalımı bir gözdən keçirdirəm və baxıram son videolarda ümumiyyətlə nə yeməklər olub. Çalışıram dalbadal eyni süfrələr olmasın. Gördüm ki, kutablar 4 ay bundan əvvəl olub. Dedim ki, əsr yeridir. Bəzən içinə pendir də əlavə edirəm, amma bu dəfə eləmədim. Mukbang üçün qızlar qəsdən belə balaca eləyirəm ki, daha maraqlı görsənsin kadrda və daha bir iştah açıcı, bir maraqlı görüntü əldə eləmək üçün. Hər iki tərəf pişdi qızlar. Baxın necə də gözəl alınıb. Aha, əlim yandı. Hələ ki yağlanmıram. Hələ ki yağ vurmuram qızlar, çünki elə makyaj eləməliyəm. Qəşəng pričoska. Özümü də porядaka salmalıyam video üçün. Bəh-bəh. Bunları da həmin qaydayla bişiririk. Makyaj eləməkdən əvvəl qızlar bitən məhsulları göstərmək istəyirəm sizə və həmin məhsulların yerinə təzələri əvəz eləyək. Məncə siz də mənim kimi bunu gözləyirdiniz. NYX'in pomadası tam olaraq bitirdim. Axırda ucu ənlik kimi də istifadə eləyirdim, həm də ki pomada kimi. Çox uzun müddət istifadə eləmişəm, amma nəhayət ki bitdim. Milyon dəfə mənim videolarımda gördüyünüz Colourpop'un bleski. Bu da bitdim. Mən belə şeylərdə qızlar biraz perfeksionistim. Stopperi də çıxartmışam. Fırça ilə qıraqda olan bleski tam olaraq çıxartıb bitirmişəm. Temudan sifariş elədiyim dodaq balzam setindən belə bir balzam. Ümumiyyətlə balzamlar məndə tez bitir. Bu üç məhsul da bu korobkanın içinə daxil olurlar. Və ən sevdiyim Maskina Fani ətri də bitib. Bunu mən Duty Free'dən almışdım Gürcüstana gedərkən. 50 millidir. Çox gözəl qoxusu var. Kim bilmirsə təkrarlayıram. İl boyu dekorativ kosmetikaya aid məhsulları hamısını bu korobkanın içində yığacağım. Sonra yeni il qabağı hamısını bir-bir göstərəcəm. Əsas da ki, səbəbi ondan ibarətdir ki, mən aldığı dekorativ kosmetika hamının gözünə gelir. Amma nə qədər məhsul il boyu bitir məndə. Daimi mənim vloglarıma baxırsınızsa, yəqin ki, görmüsünüz ki, təzə məhsulları hamısını bir orqanayzerin içinə yığmışam. Bunları isə hamısını bitirmək istəyirəm. Bu iki məhsulu səbətə əlavə eləyirəm. Çünki bunlar məndə çoxdandan var. Catrice'in belə bir dodaq bleski və Slick'in stick formasında tünd pomadası. Belə bir rəngdədir. Bu qədər qızlar pomadalarım var, amma bu pomadanın yerini verən hələ ki olmayıb. Elə gözəl qoxusu var. Ümumiyyətlə bu seriyaya aid pomadaları hamısını almaq istəyirəm. Birini də sifariş eləmişəm. Dəhşət gözəl qoxusu var. Qiyməti cəmi 4 manat. Bilmirəm qızlar eşidirsiniz ya yox, bayırda sanki uçurum. Saat 10'dur, amma havaya baxın. Mənim maşınqam da burada Allah tərəfindən yuyulur. Bayırdakı səslərə heç də fikir verməyin, çünki bayırda yağış yağır və arxa plandakı bu səslər təəssüf ki olacaq. Dünən axşam paltarlarımı bir-bir çəkərək təzə səhifə yaratdım və orada demək olar ki 5-7 manata hamısını satırdım. Kim bilmirsə mənim Instagrama daxil olsun. Demək olar ki hamısını paylaşa bilmədim, çünki bir-bir şəkilləri tapmaq lazımdır. Hardan almışam, nə vaxt almışam, orada screen eləyərək qiymətini də göstərirəm. Mən neçəyə almışam və neçəyə satıram. O qədər vaxtım getdi qızlar bu prosesə, siz təsəvvür eləyə bilməzsiniz. Ən çox qızlar satma səbəbi odur ki, ya mənə balacadır, ya da böyükdür. Onlayn sifarişləri çox eləyirəm və bəzən razmeri tutturmaq olmur. Real Techniques-in 200 nömrəli fırça ilə yayacağım. Adətən sponjla eləyirəm, amma bugün nazik bir qat eləmək istəyirəm.
Dünən o qədər yazışmışam ki, axşam boyu yazışmışam deyə gördüm ki, axşam gözlərim o dərəcədə pis görür. Sonra internetdə oxumağa başladım. Gördüm ki, telefon kimi gözünü korlayan başqa bir vasitə yoxdur. Ümumiyyətlə, YouTube-da neysə baxırsınızsa, mən sizə məsləhət görərdim ki, böyük televizorda baxmaq, nəinki telefonda. Çünki ən çox ziyan hələ telefon verir. YouTube-da başladım sevdiyim blogerlərə baxmağa. YouTube-u telefondan da izləyə bilərsiniz, amma televizorda izləyəndə gözlər qəti yorulmur. Çox yerli. Qonşu bir tərəfdən. Qonşumuz səs eləyir deyə tam olaraq makiyaj necə eləyirəm çəkə bilmədim. Oxlar da çox gözəl alındı məncə. Stolumu tam olaraq hazırladım. Məncə qəşəng alındı. Lavaşdan belə bir zakuska elədim. Ümumiyyətlə lavaşla zakuskalar eləmək, ruletlər eləmək o qədər asandır və dəhşət dadlı alınır. Burada isə bizim qutablarımız biraz çox elədim. Hamısını yerləşdirə bilmədim. Və bunun adı yadımdan yenə çıxdı. Çay və şirniyyat. Mənə nuş olsun. Belə bir gözəl görüntü əldə eləmiş oldum, amma videonu montaj edəndə gördüm ki, çəkdiyim oxlar heç qəşəng deyil. Bundan əvvəl daha mükəmməl çəkirdim. Əvvəlki sxema qayıdacağam. Və qızlar, əgər siz də rus dilini bilirsiniz ya da ki öyrənmək istəyirsinizsə, mənim rus dilli mukbang səhifəm var. Videonun altında o səhifənin linki qoyacağam. Birazca qalıb ki 400.000 abunə olsun. Və hal-hazırda bəzi insanlar deyirlər ki, kamera almaq ehtiyac yoxdur, çünki axırıncı iPhone-lar elə Canondan yaxşı çəkir. Məncə fərq göz qabağındadır. Məndə 16 Pro Max-dır və bu vlogu onunla çəkmişəm, amma bu Canon dəhşət gözəldir. Yağışlı hava biraz düzəlib, gedim birlikdən gələn bağlamanı götürüm. Əslində şərt deyil mütləq bugün gedib götürməyi, sadəcə səbirsizlənirəm, maraqlı məhsullar çox sifariş eləmişəm deyə sırazu gedib götürməyi istəyirəm. Götürdüm bağlamanı, indi evə gedim, daha ətraflı sizə göstərəcəm. Bu arada mən ayrı Instagram üçün də çəkirəm və tez orada paylaşıram. Sadəcə burada da paylaşıram. Birdən Instagramda məni takip eləməyən izləyicilər də var. Hansılar ümumiyyətlə Instagramı istifadə eləmirlər. Onlar üçün təkrar olaraq vlogların içində də paylaşım edirəm. Ən çox gözlədiyim məhsuldan başlamaq istəyirəm. Bu deməli pomadanı bayaq sizə göstərmişdim. Bunun başqa rəngini götürdüm, biraz daha tünd. Mən deməli qızlar necə eləyirəm? Application-ı yükləmişəm telefona və baxıram hansı məhsul gözəl endirimdədirsə, həmin vaxt kataloqdan onu vururam. Elə gözəl qoxusu var bu pomadaların və bəzən qiyməti 4 manat olur. Hələ mən qeydiyyatdan keçmişəm deyə 20% endirimi də olur. 3 manat neçəsə qəpiyə düşür. Qələmlərimin arasında tam bu pomadaya uyğun qələm təəssüf ki tapmadım. Axtarmaq lazımdır çünki qələmlərim dəhşət çoxdur. Amma bir tüntü götürürəm ki sırf sınamaq üçün. Videonun altında sizin üçün link qoyacağım. Oradan keçid edib WhatsApp qrupa daxil olursunuz. Qeydiyyatdan keçəndən sonra məhsulları hamısını 20% endirimlə əldə edəcəksiniz. Qeydiyyatdan keçən və ilk sifarişini eləyən bu hədiyyəni qazanır. Duş geli, antiperspirant və ətir üçü də sizindir. Həm də ki qızlar 40 manatlıq məhsula cəmi 30 manat ödəmiş olacaqsınız. Buradan da 10 manat qabaqdasınız. Bu fürsəti qaçırtmayın və mütləq daxil olun. Qızlar, tərəddüd eləyirdim. Bu ətirin 2 növü var və Instagramda sizin üçün paylaşmışdım ki, hansını alım. Bilməzdim ki, izləyicilərimin arasında bu qədər qız Faberlica qoşulur. Tünd ətirləri mən sevirəm, amma bu şirin, daha yüngül variantıdır. Necə də gözəldir. Üstü belə matdır. Burasına baxın siz. Wow. Hətta kiməsə hədiyyə eləmək də olar. Faberlic'in qızlar 2 dənə başqa ətirim də var və qalıcılıqdan çox razıyam. Keçən sifarişimdə vurduğu bu ətir və bunu mənə Sarxanıçka hədiyyə eləmişdi. Bu da çox gözəldir. Növbəti özüm üçün liner. Bilirəm ki, əksər belə fırçaları sevmir, amma mən əksinə yalnız belə fırça ilə normal oxlar çəkə bilirəm. Həm flomaster liner var, istədiyiniz forması var.
Həmin seriyasından belə bir pudra da sifariş elədim. Kimsə Faberlicdən məhsul sifariş eləmək istəyirsə qızlar, mən sizə məsləhət görərdim sırası qeydiyyatdan keçməyi. Çünki məhsulları hamısını endirimlə əldə eləyəcəksiniz. Aylıq dövrü orada cəmi 30 manatdır. Evə lazım olan 1-2 dənə məhsul sifariş eləməklə xeyli hədiyyələr qazanmış olacaqsınız. Nə qədər müddətdir yaxşı saç kraskası tapıb qutara bilmirəm. İzləyicilər mənə dedilər ki, Faberlicdən yoxla, çox yaxşıdır. İndi birinci dəfədir sınayacağım. Bilirsiniz də mən hər zaman sizinlə birlikdə saçımı rəngləyirəm. Əsasdakı xırda ağ tüklər son zamanlar məni bezdirib. Deyəsiniz ki, bu yaşda nə ağ tük, amma bu genetikadır. Mənim anamda 18 yaşından bu yana ağ saçlar başlayıb. Atamda elə deyil, amma təəssüf ki, mən mamama oxşadım. Bu seriyanın qoxusuna yenə də mən vuruldum. Gellə duşa var məndə. Bir də ki, maye sabunu mənə Sarxaniçka hədiyyə eləmişdi onları, sağ olsun. Qoxusunu çox bəyəndim deyə əl kremi aldım. Gülməli bir qiyməti var idi. 1 manat 50 qəpik ya da ki 2 manat və belə bir sprey. Bu qoxu o qədər mükəmməldir ki 2 dənə sabun da aldım. Dəqiq qiymətlər yadımda deyil. Amma bu da elə 2 manat civarındadır. Elə endirimi də var idi, kiçik sabunlardım. Və son belə bir avokadolu maska. Məndə burada Trendyoldan sifariş elədiyim Garnier maskalar da var. Bunlar da çox gözəldir. Dedim ki, Faberlic'in də elə yaxşı olsa, elə hər dəfə Faberlic'dən sifariş eləyərəm. Və sıracı otururam mukbangın montajına. Videom yarımçıq olanda ümumiyyətlə ürəyim partlayır. Hansısa bir işini yarımçıq qoya bilmərəm. Axıra qədər getməliyik. Bu kanalımdakı vloglara nisbətən mukbangın montajı daha asandır və tezdir. Çünki yalnız bəzi yerləri kəsirəm. Vloglarımı isə 50 yerdən kəsirəm ki, təki sıxıcı olmasın. Mukbangın montajına isə hardasa 40 dəqiqə uzaqbaşı 1 saat vaxtım gedir. Sonra öz-özünə save olunur. Mən isə gedirəm başqa işlərimi görməyə. Reylərdə gördüm ki, saçlarıma soruşanlar var. Yadınıza gəlirsə, mən Temudan təbii saç sifariş eləmişdim və evdə, ev şəraitində qaynaq elədim. İndi isə bəzilər soruşurlar, nə oldu o qaynaq, hələ də gəzirsən, yoxsa yox. Dam. Çıxartmışam qızlar. İlk öncə onu vurğulamaq istəyirəm ki, təbii saçdır. Yenə artikulu qoyacağım, birdən kimsə istəyər. Əsas məni narahat edən məqam. Mən bu saçları taxandan sonra içimdə nəsə qorxu var idi ki, birdən çıxarda bilmərəm. Çünki buralar kleydi, fikirləşdim birdən qoparta bilməsən, saçlarla birlikdə kəsməli olacağam. Halbuki Temuda satılan bu spreyi də əldə eləmişdim. Deyəsən 7 manata. Amma yenə də özümü biraz narahat hiss edirdim və sadəcə sınamaq istədim, birini çıxartmaq. Burada olan birini fikirləşdim ki, bu spreylə sınayaraq çıxardım. Bir balaca pıskırtdım bura, elə rahat çıxdı. Halbuki biraz o yağ bu tərəfə də getdi və buradakı biri də düşdü. Dedim da bu tərəfdə olmadı, o tərəfdəki də çıxdı. Hamısını çıxartdım. Çox rahat çıxır. Və bu lentləri yeniləmək üçün təzə kleyli lentlər satılır orada ayrı. Onlara da baxa bilərsiniz. Amma mən biraz fərqli cür eləmək istəyirəm. Bunlar təbii saçdır, heç bir problemsiz. Mən qəşəngcə yudum, çünki bu yağlı teksturalıdır. Bütöv yağ idi saçlar. Ona görə mən gözəl yudum, kondisioner vurdum, qəşəng qurutdum. İndi isə nə etmək istəyirəm? Bunları kəsəcəm və hamısı bir yerdə tikdirmək istəyirəm. Sonra isə zakolkalar alacağım. Lazım olduqca zakolka ilə taxacam başıma. Tutaq ki, hansısa bir prическа edirəm və yaxud toya gedirəm. Saç çox olmağını istəyirəm başımda. O zaman zakolka ilə taxacam. Axşam isə evə gələndə çıxardıb yerinə qoyacam. Keyfiyyətinə isə 50 manat cəmi pul vermişəm də 56 manat. Bu uzunluğunda düzdür, uçları o qədər də qalın deyil. Halbuki şəkildə çox qalın qeyd olunmuşdu. Amma satıcı özü məsləhət görür ki, 3 dənə set alasınız. Mən isə yalnız birini aldım. Çünki yoxlamaq istəyirdim, çatırılması pulsuzdu, həm də ki saçlarım onsuz da uzundu. Fikirləşdim ki, biri mənə kifayət edəcək. Havalar qızlar get-gedə düzələcək, ümidlə yaşayırıq. Yenə də belə topiklər sifariş eləmişdim. Yadınıza gəlirsə, çox gözəldilər, həm də ki keyfiyyəti möhtəşəmdir. Rəngləri də universal set şəklində sifariş eləmişdim və bunların hərəsinin içində parolon var.
İçindəki qubqa çox balacadır. Ona görə mən bu tikişləri sökərək onları bir-bir çıxartmaq istəyirəm və sadə topik kimi geyinəcəm. Reylərdə hamı yazırdı ki, dəhşət balacadır. Düşündüm ki, mənə kakras olacaq, mən də arığam. Belə yaxşıdır, amma çaşqalar çox balacadır və yuxarı yerləşir. Yəni ki, boyu aşağı olan bir Çin xanım üçün super olar. Ümumiyyətlə, məhsul sifariş edəndə diqqətli olmaq lazımdır, çünki bəzi məhsulların üzərində yazılıb AZS, AZM, yəni ki, Aziya insanlara daha uyğun bir paltar. Onların boyları 1.50 falan olur, lakin bizə düz gəlmir. Hələ bugün axşam bir dənə də sifariş vurmaq istəyirəm. Mikrofon sifariş edəcəm. Bəzən bayırda nəsə çəkəndə ya da ki, telefonu qırağa qoymaq istəyirəm və danışa-danışa nəsə bir iş görməyi. Və əslində bu mümkündür. Sadəcə telefondakı səs uca xoşuma gəlmir. Mən biraz belə şeylərdə perfeksionistəm. Ona görə bu mikrofonları da bu axşam sifariş edəcəm. Qiyməti deyəsən 20 manatdır. Sırazu 2 dənəli götürürəm. Birdən rəfiqəmlə nəsə çəkməyi istəyəndə əlavə bir dənə mikrofon da olsun. Gələndə qızlar hamısını mütləq sizə göstərəcəm. Baxın qızlar, heç bilinmir necə də gözəl oldum. Həmişə bu cümləni deyirəm, burada da deyim. Wow! Artıq heç nə görsənmir, həm də ki, eyni zamanda çox incə bel görsənir. Pencəklərin, jaketlərin altından da geymək olar, prosto mono bir crop kimi yaydadam. Ümumiyyətlə, paltarın içində əlavə çiyinlər, paralon, bunlar hamısı məni narahat eləyir. İndi isə çinmək istəyirəm. Temadan sifariş elədiyim bu bomboçkaları istifadə eləməyi tamamilə yadımdan çıxır son zamanlar. Yadınıza gəlirsə, mən narazıçılığı bildirmişdim ki, bunlar çox balacadır. Və həqiqətən elədir. Mən bunu deyəndən sonra bir izləyicim yazmışdı ki, ay topu üstündə yazılı baxın. Sonra gördüm ki, bacı düz deyirmiş, burada yazılı baxın, ayaq üçündür. Pedikür eləyəndə ayaq vannaçkalar eləyirlər. Bax, o zaman istifadə olunur bunlar, amma eybi yoxdur. Biz vanna üçün də istifadə eləyə bilərik. Dəhşət gözəl qoxusu var. Xəbərlərə baxdım qızlar, biraz narahat qaldım. Gördüm ki, Xaçmazda elə bir yağış yağıb ki, sanki Leysan bizim evimizdə Xaçmazda olan, daha doğrusu Xaçmazın kəndində yağma kimi yerdədir. Küçə, qonşular, hamısı elə bir ki, biraz bizdən üstüdür. Və belə yağışlar yağanda hər zaman evimizdə su dolur. Sonra qonşuların köməyi ilə nasosla o suyu evdən çıxardırıq. Narahat qaldım ki, görəsən bizim oradakı evimiz nə günə düşüb, onsuz da köhnə evdir, neçə ilin. Yağışlar da dayanmır, bayırda da hələ də yağış yağır. Əslində mən yağışlı havanı xoşlayıram, sadəcə bugün o dərəcədə soyuqdur. Tək yağış deyil, hələ dəhşət soyuq da var. Ona görə heç yerə getmək qeyri-mümkündür. Sırf bugün evdə olduq. Daradım saçlarımı və uclarına belə bir yağ tətbiq eləyirəm. Qalmışam belə, sabahda çəkim vlog yoxsa yox. Mənə elə gəlir ki, axırıncı 2 vlog çox da maraqlı alınmayıb. Hal-hazırda baxımı eləyə-eləyə sizinlə söhbət eləmək istəyirəm. Sonra düşünürəm ki, telefonu biraz uzaq qoymuşam. Görəsən eşidəcəksiniz məni yoxsa yox. Ona görə indi Temudan həmin istədiyim mikrofonu sifariş edəcəm. Vlogların 99% telefonla çəkirəm deyə xoşlayıram ki, səs yaxşı olsun. Ona görə eybi yoxdur. Sifariş edeyim. Sifarişimi də vurdum. Gəlin sizə yüngülvari göstəreyim. Bu çantanı çox bəyəndim. Çox da ucuz deyil idi bu arada. Bu dəfə biraz baha çantalar almaq istəyirəm. Baha deyəndə hardasa 40 manata yaxın qiyməti var. Bir bloger dediyinə görə Temuda bu qiymətə satılan çantalar bizdə şəhərdə satılan 90 manatlıq çantalara dəyər. Ona görə sifariş elədim bunu da. Reyləri super idi. Deyəsən ağ rəngini götürdüm. Açıq nəsə bir rəng götürdüm. Ya maloçni ya da ki ağ. Deyəsən ağ. Bir izləyicim yazmışdı ki, sənin stəkandan biz bezdik. Təzəsini sifariş elə. Elədi bacını sifariş. İndi bilməm nə keyfiyyətdə gələcəksə, amma bu qolbaqlara vuruldum. Qızıl rəngdə götürdüm. Əsas təbii ki, buna görə sifarişimi eləyirdim. XL razmeri götürdüm. İstəyirəm boş qalsın eynimdə. Lap belə oversize olsun. Rozvi rəngini götürdüm. Mənim maşın açarım üçün belə bir çixol, bənövşəli rəngi götürdüm. Bir marketing qurbanı olaraq bir blogerin tövsiyinə belə bir şey aldım.
Telefon üçün belə bir ştativ tipli bir şey və sifarişimə 122 manat pul getdim. Saata baxın, hələ 6 dəqiqə 12 işləyib, mən uje yatmağa hazırlaşdım.